Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və Milli Süni İntellekt Mərkəzinin tərəfdaşlığı ilə Bakı Konqres Mərkəzində Gənclər üçün Süni İntellekt Forumu keçirildi. Forum gənclərin süni intellekt sahəsində biliklərinin artırılması, bu texnologiyanın yaratdığı imkanlar barədə məlumatlandırılması və gələcəyin əmək bazarına hazırlıqlarına dəstək olmaq məqsədi daşıdı. Çıxış edənlər süni intellektin inkişaf perspektivləri və dövlətin bu istiqamətdə gənclər üçün yaratdığı imkanlardan bəhs etdilər. Gənclərin bu istiqamətdə bilik və bacarıqlarının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi Gənclər Fondunun əsas prioritet istiqamətlərindən biri olmuşdur. Bildiyiniz kimi 2025-ci ildə ölkəmizdə Cənab Prezident tərəfindən 2025-28-ci illəri əhatə edən süni intellekt strategiyası hazırlanmışdır və bu strategiyadan irəli gələrək ölkəmizdə gənclər siyasətini həyata keçirən qurumlardan biri olaraq Gənclər Fondu da öz fəaliyyətində gənclərin bu istiqamətdə maarifləndirilməsini əsas hədəf kimi qoymuşdur. Tədbir çərçivəsində gənclərin karyera inkişafında süni intellektin rolu, imkanlar və çağırışlar mövzusunda panel sessiyası keçirildi. Spikerlər süni intellektin əmək bazarına təsiri, innovasiya trendləri və karyera imkanları barədə fikirlərini bölüşdülər. Gənclərin süni intellekt forumunun keçirilməsi çox zəruri bir addımdır. Biz istəyirik ki, bu sahədə professional mütəxəssislər yetişsin və ya adi gənclər, bu sahədə mütəxəssis olmayan gənclər də burada lazımi səviyyədə istifadə qaydalarını bilsinlər və onlar özləri artıq süni intellektin əsrinə çevirməsinlər, əksinə süni intellekti idarə edən şəxslər ola bilsinlər. Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən son illərdə Bakı və regionlarda keçirilən süni intellekt forumları vasitəsilə gənclər müasir texnologiyalar barədə məlumat əldə edir və sahənin aparıcı mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmaq imkanı qazanırlar. Artan marağı və bu istiqamətdə formalaşan ehtiyacı nəzərə alaraq, gələcəkdə bu kimi tədbirlərin əhatə dairəsinin daha da genişləndirilməsi və ölkənin müxtəlif bölgələrində davamlı şəkildə keçirilməsi nəzərdə tutulur. Gülarə Quliyeva, Qəhrəman Məmmədov, Ayşəm Razi, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.